22-ci sual. Aşağıdakı ifadəyə əsasən qurulmuş alqoritmdə şərt bloku ən az neçə dəfə istifadə olunur? Burada yenə baxarıq ki, x böyükdür 6-dan qeyd edir. Burada yəni sonra x bərabərdir. Əgər bu şərt ödənməzsə x bərabərdir 6-ya baxırıq. Nə vaxt 2 olardı? X kiçikdir 6 olsaydı ikisinə baxmağımız bəs eləyərdi. Amma x kiçikdir 4-dür. Biz məsələn baxsaq 5x5 olsa bu şərtin heç biri ödənməmiş olur. Ona görə hər birinə biz baxmalıyıq. Ona görə ən azı 3 dəfə 3 şərtin üçünə də baxmalıyıq. 22A variantı. 23-cü sual. Aşağıdakı ifadəyə əsasən qurulmuş yenə şərt blokuna ən az neçə dəfə istifadə olunur deyir. Biz baxırıq ki, x böyükdür 6-dan, x bərabərdir 6-ya və x bərabərdir 5-ə və 5-dən kiçik. Və burada biz üçünə baxmağımız kifayət edir. Çünki x böyükdür 5-dən 6-dan olsa bunu götürürük. 6-ya bərabər olsa bu hissəni, 5-ə bərabər olsa bu hissəni və buna görə üçünə baxmağımız tam ədəddir sözünə görə üçünə də baxmağımız kifayət edir. Üçünə baxmağımız ona görə A variantı, digəri bunlar olmasa digəri olur. 23 A variantı. 24-cü sual. Aşağıdakı funksiyanın qiymətini hesablaması üçün blok sxemi qurduqda ən az neçə dəfə yenə istifadə olunmasıdır? X kiçikdir 1-dən, x bərabərdir 1-ə və burada x böyükdür 1-dən yazılarsaydı biz ikisinə baxmamız kifayət edirdi. İndi böyükdür 3-dən yazdığı üçün üçünü də yoxlamalıyıq. 24 B variantı. 25-ci sual. Aşağıdakı funksiyanı hesablamaq üçün yenə ən az neçə dəfə istifadə olunmalıdır? Biz ikisinə də baxmalıyıq. Yəni kiçikdir 3-dən kiçik ola bilər. Ona görə 25 D variantı